Azerbaycan'ın işgal olunmuş torpaqları azad olacak. Azerbaycan müstakil devlet kimi öz taleyinin, öz ərazisinin sahibi olacak, öz torpaqlarının sahibi olacaktır. Buna emin olabilirsiniz. Kardeşlik dünyası sen, anamın anası sen, Azerbaycan. Pahalı yurdum Azerbaycan, şifalı yurdum Azerbaycan. Allah'ım bana güç ver. Gücün, kuvvetin, kudretin yegane sahibi sensin. Zalimlerle mücadele etmek için beni güçsüz bırakma. Amin. Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. İstənilən yolla. Biz yenə də demək istəyirəm ki, istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Amma əgər bu mümkün olmayacaqsa, Azərbaycan ordusu, bütün silahlı qüvvələr hazır olmalıdırlar ki, Ali Baş Komandanın əmri ilə öz doğma torpaqlarını azad etsin. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmuşdur. Düşmən ateşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə ateşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bugün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bugün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əskərinin bizim torpağımızda nə işi var? Ermənistan ordusunun bizim torpağımızda nə işi var? Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Dağlı Qarabağ Azərbaycandan qoparıb Ermənistana birləşdirmək Sovet vaxtında ortaya atılmış tezisdir. Heydər Əliyev hakimiyyətdən gedəndən 2 həftə sonra bu ortalığa atıldı. Çoxdan görülür ki, belə planlar var idi, amma Heydər Əliyev faktoru onun qətiyyəti və gücü imkan vermirdi ki, başqa olursa. Amma o canlı bomba, hansı ki 23-cü ildə qoyuldu Azərbaycanda və o patladı o vaxt. Və o vaxt ki, Azərbaycan rəhbərliyi sadəcə olaraq buna ya hazır değildi ya da ki öz vəzifə borcunu yerinə yetirə bilmədi. Və bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Düşməni ondan sonra da qovacaq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib, qovacaq onları axıra qədər.
bayrağımız bütün işgal edilmiş torpaqlarda kaldırılacak, Azərbaycan ərazi bütünlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan ordusu, Qarabağ Azərbaycandır. Adam gəlir dəli olsun ki, ora pul qoysun. Bir neçə milyar. Öyle yaxşı ki kimse bu pulu verdi. Sonra hara gedəcək? Ermənistan, sən dalansan, biz səni dalan elədik. Kim səni təcrid elədi? Biz. Enerji, nəqliyyat, elektroenergetika təcrid eləmişdik biz onu. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək elədi mi onlara? Yox. Bizim iradəmizə təsir elədi mi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var. Xalq iqtidar birliyi var. Çünki Azərbaycan 93-cü ildən bugünə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşum. Ermənistan rəhbərləri kim olur? 20 il quldurlar, Kaçeryan, Sarkisyan, Xunta rejimi, 2 il yarımda indi kim olub? Erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz. Əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa, ondan sonra belə olacaq. Ancaq belə olacaq. 7 şərt qoyan Paşinyan görəsən indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hani o 7 şərt? 7 işinə. Azərbaycan Qondarma Dağlı Qarabağla danışıqlar aparmalı. Hani o şərt? Cəhənnəmə getdi. Dağlı Qarabağ Ermənistandır və nöqtə belə, necə deyərlər, həvəslə bir qəhrəman kimi Xankəndidə bunu bəyan etdi və hamı da ona əl çalır. Nə oldu? Qarabağ Ermənistandır, gəlsin desin bunu. Qarabağ Azərbaycandır və ona o əl çalanlar o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarili edirlər. Özləri etiraf edirlər ki, 10 mindən çox fərari var. Deyirdi ki, Şuşada bizim tarixi, qədim, bizim ürəyimiz olan, canımız olan Şuşada bunlar Qondarma Dağlı Qarabağın parlamentini inşa edəcək. Nə oldu o parlament? Vurduq, dağıtdık, məhv etdik. Cıdır düzündə, sərxoş vəziyyətdə, rəqs edəndə fikirləşəydi, axırı nə olacaq? Dərsini verdi. Öz bayrağımızı ucaltdı. Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Və bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu birlik yumruqdur, bu güc yumruq. Və bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli praktik addımlar atacağıq. Ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var. Əvəz olunmaz təcrübə indi bütün ölkələr bu vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var, xalq iqtidar birliyimiz də var və biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq, düşməni yerə vurur, düşmənin belini qırır, məhv edir. Bu tarixi qələbədir. Bu qələbə əbədi Azərbaycan tarixində qalacaq, şanlı qələbədir. Nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər. Amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Bizə xor baxanlar
torpağımıza götürənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq. Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz. Bunu heç kim unutmasın. Onu da unutmasın ki, Qarabağ Azərbaycandır. Nədir? Ermənistan yeni müharibəyə mi hazırlaşır? Əgər belədirsə, onda biz önləyici tədbirlər görəcəyik. Və mən bunu demişdim, bir də demək istəyirəm. Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını əzəcəyik. Amma onu da heç kəs unutmamalıdır. Azad edilmiş torpaqlara bayrağımızı sancan bizim qəhrəman əskər zabitlərimiz. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək vətənimizi işğalçılardan xilas edib. Ona görə hər bir dövlət məmurunu, nəinki dövlət məmuru, hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun. Yenə də deyirəm, dövlət və mən prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdə. Yenə də onlara dərs verdik. Yenə də göstərdik ki, axırı pis olacaq, məhv edəcəyik sizi. Biz çox xeyirxah xalqıq. Bu həm bizim üstünlüyümüzdür. Eyni zamanda qarşısında vəhşi olanda xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, əbədi bunu saxlasınlar öz tarixi yaddaşlarında. Heç vaxt bu silinməsin onların yaddaşlarında. Və silinməyəcək. Və bugün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər. Dəmir yumruq yerindədir. Lazım olarsa elə əzəri bunların başını da əbədi buna son qoyulacaq. Gedən təhlillər onu bir də göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimiləridir. İndi o məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Güya Paşinyan günahkardır. Paşinyan cəmi 2018-ci ildə hakimiyyətə gəlib. 2 il ərzində ordu yarada bilərdi. Yaxud da ki, möhkəm, dırnaq arası güclü ordunu dağıda bilərdi. Bu ordunu yaradan Serjikdir. Serjik Müdafiə Naziri olub Ermənistanda. Serjik baş nazir olub Ermənistanda. Prezident administrasiyasının rəhbəri olub. Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Və bu ordunu yaradan Serjik deyir kimdir? Və o ordunu məhv etməklə biz Serjikin və onun kimiləri olan ünsürləri məhv etdik. Qoy o Paşinyanın üstünə bu məğlubiyyəti atmasın. Paşinyan nə edib o başqa məsələdir. Ancaq biz Serjiki məğlub eləmişik. Onu diz çöktürmüşük. Onun belini qırmışıq. Və o bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çökür. Və bugün mən buradayam. Ali Başkomandan kimi. Keçmiş Dağlı Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliği çatırsa gəlsin bura. O kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Bunlar gəlmədilər, hardan gəliblər, hamı yaxşı bilir. İkinci kişilikdən danışırsa, gəl kişi kimi bura. Ben burada da dayanmışam. Sənin o Madagis adlandırdığın su qovuşanda dayanmışam. Kişiliği varsa gəl bura. Yoksa orada oturup İrəvanda banlamaqla qəhrəman düzəldə bilməz özündən. Və demişəm bir dəfə, o dəmir dümürləri ki, elə sinəsində gəzdirir, onları atsın zibil yeşiyinə. Onların bir qəpik də qiyməti yoxdur. Müstəqil ölkəsə, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Yendir o bayrağı dirəkdən. Bük.
Harda yazdın? Murov, sən də Murov? Murov aşağıda. Aşağıda. Gözüvə nə olur? Qəlpə yarası. Harda? Gecə oldu ha durur. Hadi. Sağ ol. Sağ ol. Sən harda yazdın? Murovsun. Murov. Tərtərdə. Harda? Bəli. Çox sağ olun. Bilirdik ki biz bura gələcəyik. Mən bunu bilirdim. Düz 20 il bundan əvvəl. 2003-cü ilin oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözümü verdim. Xalq arxamda durmasaydı, əgər hər hansı bir müharibə dövründə tərəddüd hiss olunsaydı, yaxud da ki, hər hansı bir fikir ayrılığı olsaydı cəmiyyətdə, bu qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmadı. Şəhərlər dəfn olunurdu. Şəhərlərin anaları, yaxınları, ataları deyirlər ki, dayan. Bilirsizlər. Xalqımız böyük xalqdır. Və biz haqlı olaraq xalqımızla fəxr, sizinlə fəxr edirik. 30 il əzab əziyyət içində yaşanmalı. Çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında. Amma inamını itirməmək, iradəsini itirməmək. Belə oğullar yetişdirmək ki, onlar gəliblər, onlar Bakıda yaşayıblar, Bərdədə yaşayıblar, Sumqayıtda yaşayıblar. Görməyiblər bu bölgələri. Amma gəliblər çünki torpaq üçün. Vətənpərvərdir. Sizin kimi analar, müəllimlər, məktəb və ailə bizi saxlayan, bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq. Aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul elətdirdik. Və bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bugün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq. Biz beynəlxalq hüququ pozmamışıq. Müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni... Sabah bu müharibə qutaracaq. Biz istədiyimizə nail olacağıq. Bəs nə tər olacaq bizim münasibətimiz? Hansı üzlə bizə baxacaq? Bugün bütün imkanları səfərbər ediblər bizə qarşı. Şuşada, Cıdır düzündə, bərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Verməyin, istəyirsinizsə qutarsın, silah verməyin. Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Müstəqil ölkə kimi yaşaya bilmirsən, ged başqa ölkənin tərkibinə gir. Yendir o bayrağı dirəkdən. O cümlədən xüsusi təyinatların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm, amma ancaq onu deyə bilərəm ki, 2-ci Qarabağ müharibəsindən sonra xüsusi təyinatlı qüvvələrin sayı 2 dəfə artırıldı. Və indi seçim daha sərtdir və maraq daha böyükdür. Müraciətlər kifayət qədər çoxdur. Və həm mənəvi psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi vətən sevgisi bu seçimin əsas şərtləridir. Digər silahlı birləşmələrimizdə islahatlar aparılır, xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni
hərbi birləşmələr yaradılır və Azərbaycan ordusu daha da güclənir. Və bugün bizim ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir. Fikirləşirik ki, ədalət yoxdur, niyə ədalət bərqərar olunmur? Sadəcə olaraq dözümlü olmaq lazım. Düzgün vaxtı gözləmək lazım və məqsədə çatmaq üçün hər gün çalışmaq lazım. Hər gün biz bu günə yaxınlaşdırırıq. Hər gün Qarabağ məsələsi mənim prezident kimi gündəliyində birinci məsələ. Hər gün və hər gün fikirləşirdim ki, bu qələbəni əldə etmək üçün, torpalarımızı azad etmək üçün əlavə nə etmək lazım? Əlavə nə etmək lazım? İndi sıçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmədə söz deyə bilmirlər. Biz gəlmişik bura qalib kimi, bayrağı da qaldırmışıq. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə. Şimdi səndən sorursam, verəcəksən deyil. Gəldik, götürdük və salam. Deyirəm, gel Gürgüyə bax. Sən burada gəlmişsən bizi ittiham eləməyə. Sual vermir, elə bir ki prokurordur. İttiham edir bizi. Sən kimsən ki? Bir qarı istiyorlar Azərbaycana verməyəcək. Ne oldu da? Gel, bu işgal edildi torpağı. Vermeyecek. Ne oldu vermeyecek? Ne oldu da? Ancak hayat gösterdi ki adalet var. Sadece olarak düzgün olmak lazım. Sabırlı olmak lazım. Adalete inanmak lazım. Ve adalete nail olmak için çalışmak lazım. Hedefe doğru gitmek lazım. Adaleti berba etmek için fedakarlık göstermek lazım. Ve bugün biz hamıdan yüreğimizde deyirik ve açık deyirik ki bəli, adalet var, adalet bərpa Bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür. Müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Ona görə kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır, gedə bilərlər. Ya özləri gedə bilərlər, heç kim onlara maneçilik yaratmayacaq, ya sülh məramların o tent altındakı yük maşınlarında gedə bilərlər, avtobusda gedə bilərlər. Yol açıq. Burada söz sahibi bizik. Qafqazda aparıcı dövlət bizik. İqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik. Bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr. Bizimlə hesablaşmasalar peşman olacaq. Ermənistan ordusunu çöktürdü və eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dəstək. Paşinyan son 2 il ərzində öz ölkəsini məhv edib və onda sadəcə olaraq fikirləşir ki, necə öz canını qurtarsın erməni xalqının qədərini. Biz Kaçaryan, Sarkisyan olsun mən. Onlar bizim torpaqlarımızı dağıdır. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər.
Dağlıq Qarabağ ərazisi. Hanı sizin və qəhrəmanlığını? Döşünə vurmuşuz, dırnaq arası saxta qəhrəman ordinləri. Çıxardın atın eşiyə, dəmir düdükləri. Sizi biz məğlub elədik. Paşinyan heç kimdir. Sizi, Haçiryan və Sarkisyan, Azərbaycan xalqının calladları, Xocalı calladları, sizi biz məğlub elədik. Sizin ordunuzu məhv elədik. Və əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qutaracaq bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi. Və bundan sonra artıq heç kim bizimlə ultimatum diliyle danışmayacaq. O cümlədən rezil vəziyyətdə olan Paşinyan 7 şərt bizə irəli sürdü. Başına vurduq bütün o şərtləri. Ne oldu o şərtlər? Benim bir şərtim var idi. Rədd ol, çıx get. Və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına. Kişiliği çatırsa gelsin bura. O kişilikten danışır. Qafqazda kişilikten danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Bunlar gəlmədilər, hardan gəliblər, hamı yaxşı bilir. İkincisi kişilikten danışırsa gel kişi kimi bura. Ben burada da dayanmışam. Senin o Madagis adlandırdığın su qovuşanda dayanmışam. Kişiliği varsa gel bura. Yoksa orada oturup İrəvanda banlamaqla qəhrəman düzəldə bilməz özündən. Və demişəm bir dəfə, o dəmir dümürləri ki elə sinəsində gəzdirir, onları atsın zivir yeşiyinə. Onların bir qəpik də qiyməti yoxdur. İrəvanda oturub, öz çirkin ağzını açıb, mənim atamın haqqında söz demək, o baxa-başa gəlir. Az qalmışdı artıq, qulağından tutub dartırdı bunu. O da yenə də haradasa ölgəni bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Biz əsas söz sahibiyiz. Biz əsas güc sahibiyiz. Bizim ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərir. Lazım olarsa bir də göstərir. Bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Ağlınızı yığın başınıza. Buradadır bu. Heç yerə getməyin. Yerindədir. Və bizi əsəbləşdirməyin. Və özünüzü yaxşı aparın. Yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təhribat, bəyanat, hərəkət olarsa, başınızı əzəcək. Heç kimə baxmadan, heç kim də sizi müdafiə edə bilməz. İndi saat 7-yə 5 dəqiqə işləyir. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlanmışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışdır. 10 il keçsə də, 20 il keçsə də, hamımız göz yaşları tökmüşük və tökdük. Təbrik edirəm, can sağlığı, uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, vətənə bağlı olsunlar. Bugün təkcə bizim tələbimizlə heç bir başqa
necə deyərlər, vasitəyə əl atmadan Qazağın 4 kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır. Bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik. Qafqazda aparıcı dövlət bizik. İqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik. Bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr. Bizimlə hesablaşmasalar, peşman olacaq. Sıldırım qaylardan qalxaraq, dərədən, təpədən keçərək, Xocavənd meşələrindən, cığırlardan keçərək Şuşaya gəldi. Yüngül silahlarla, tapancalarla, süngü bıçaqla mübarizə apardı. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Biz 21-ci əsrin müharibəsini aparmışıq, düşməni məhv etdik. Erməni ordusu yoxdur, biz onu məhv etdik. Və bugün Novruz bayramını Gedir düzündə qeyd edərkən, qürur hissi ilə deyirəm, Şuşa sən azadsan, Şuşa Azərbaycandır, Qarabağ Azərbaycan. Biz onlara borçluyuq bu qələbəni, şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına. Əlbəttə, dövlət qətiyyət göstərdi. Biz öz iradəmizi ortaya qoyduq. Heç nəyə baxmadan, heç kimdən çəkinmədən, öldü var, döndü yoxdur deyərək torpaqlarımızı azad etdik. Bu dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır. Azad edilmiş torpaqlara bayrağımızı sancan bizim qəhrəman əskər zabitlərimiz olur. Onlar öz canlarını fəda edib Şəhidlər vermişik. Onların arasında milli qəhrəman Şükür Həmidov, Qubarlı rayonundan olan Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən milli qəhrəman adını aprel döyüşlərindən sonra verdi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimə Allahdan şəfa diləyirəm. Dünən günorta saatlarında və bugün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qaranti biz özümüzük. Dövlət, xalq və silahlı qüvvələrimiz. Ona görə əgər kiminsə ağlına, xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təhribat törətməyə gələrsə, məncə yenə də peşman olacaq. Hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdi işğal dövründə. Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm, mən heç kimi təhqir etmək istəmirəm. Biz onlara nə etmişik? Nə pislik eləmişik onlara ki, bu qədər vəhşiliklə üzə qalır. Bütün şəhər, kəndlər dağıdılır, məscidlər dağıdılır, təhqir edilir, insanlar qətlə yetirilir, öldürülüb, yandırılır. Yəni biz bilməliyik ki, biz kimlə üz-üzəyik, bizim qonşumuz kimdir, keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Və əminəm ki, bütün bu faktorlar, amillər hər zaman imkan verəcək ki, hər zaman üç birlik
bizde olsun. Ve bunu biz bugün yine de deyirəm qalib xalq kimi beyan edelim. Biz bu pisliği, vəhşiliği unutmayacağız. Ancak biz bundan sonra hiç kimle muharebe aparmak fikrindedir. Eğer bize karşı her hansı bir təhlükə çıkarsa, onda yine de bizim demir yumruğumuzu herkes görecek. Anamın anası sana Azerbaycan. Ömrümün mənası sən. Burada söz sahibi bizik. Kafkas'da aparıcı devlet bizik. İktisadi, siyasi, hərbi, her cəhətdən aparıcı devlet bizik. Bizimle herkes hesaplaşmalıdır. Hem Ermənistan, hem onun arkasında duran, onlara yalancı vədlər verən xarici dairələr. Bizimle hesaplaşmasalar peşman olacaq. Onlar deyirlər ki, Bakıya gelip çay içecekler. Burada da haklıdılar. Bir çay içirler. İstintak təcridxanasıdır. Heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermədik ki, bizim torpağımızda at oynatsın. Bu bizim torpağımızdır. Bu torpağın sahibi bizik. Nə lazım biliriksə onu da edəcəyik. Beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. Во мне поешь Азербайджан. Огни твои светлые, от слова твои теплые. Ты звезда моей судьбы, Азербайджан. Nə zəng eləyirsən, dünya liderlərinin beynini xarab eləyirsən. Və kim qaldı ki zəng eləməsin? Kim qaldı ki zəhləsini tökməsin? Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng eləsin, onlar ona kömək eləsin, ya da ki hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng eləsin, onun canını qutarsın. Ya o anekdot necə deyirlər, personajına çevrilir. Açın, baxın, sosial şəbəkələrə baxın. Lağa qoyurlar, ələ salırlar. Anekdotlar qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən bəlkə də dünya miqyasında ikinci adam olmuyor. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, qarış torpaq Azərbaycana verməyəcəyəm. Və nə oldu bəs? Gəl, tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdi. Nə oldu verdi? Nə oldu qaçdı? İndi gedirsən, onun bunun dabanını yalıya, özünü alçalda, öz xalqını alçaldırsan. Öz ölkəsini sıfıra bərabər eləmirsən. Verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan? Verəcəksən, vermir. Gətirdik, gəldik, götürdük. Vəssalam. Və götürəcəyik. Nə qədər lazımdır. İstəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürdük. Və mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisində keçə bilərdik. Orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı tuta bilməzdi. Və bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbiçilərimiz artıq hazır idi buna. Qoymaq bərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, ancaq bizim şərtlərlə o oturub duracaq. Biz nə desək, o da olacaqdır. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən, yalvarırsan, yalvar. Kimin ayağının altına yıxılırsan, yıxıl. Kimin dabanlarını yalayırsan, yala. Heç kim bizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq.
Biz istirik torpaqlarımız verilsin bizə. Verilsin. Uzatmasınlar məsələni. Status quo deyilən məsələ yoxdur. Qutardı, getdi. Status quo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status quo-nu. Dəyişdirdim. Bax orada, döyüş meydanında. Yoxdur status quo. Təmas xətti. Yoxdur təmas xətti. Yarmışıq onu. 30 il onlar qururdular bu təmas xətti. Bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad edir. Və mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlar. Onlar yetişdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdi. Şərqi Zəngəzur bizim tarixi torpağımızdır. Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kardeşlik dünyasısan, anamın anasısan Azərbaycan. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Müharibə yolu ilə haqq ədaləti bərpa etdik. İndi də buna siyasi müstəvidə nöqtəni də qoyduq. Çağlayan Türk Xəzəri, güneşli al sərin Azərbaycan. İmniya sayoş Azərbaycan. İva mnie payoş Azərbaycan. Ki bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bundan da xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmət. Şəhid əbədi qalır. Əbədi. Dedilər ki, yox, bu müstəqil dövlətdir, dırnaq arası. Uzun illər bunlar müstəqil dövlət kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur. Paşinyan, nə oldu bəs? Bu nə oldu Paşinyan deyəsən bir çox iller ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan? Yol çəkirdin Cəbrayıl'a. Rəqs eləyirdi. Nə oldu be status? Cəhənnəmə getdi status. Gora getdi status. Yorba yor oldu status. Yoxdur status. Və olmayacaq.
Nə qədər ki mən prezidentim, olmayacaq. Zəfər günü münasibəti ilə təbrik edirəm. Qarabağ! Nə gizlənirsiniz orada? Sıçan ki. Kaçayla sarkıysan, sizə deyirəm mən. Paşinyan heç kimdir, o öldü. Dərdi azarı hakimiyyətə qalmaq. Buna görə də bütün müxalifəti tutturur. Qərbdə surdur, sur. Ağzına su alır. Görmüşsün nələr var. Hərbi cinayətkarlar, Xocalı qatilləri sizi məhv eləmiş. Azərbaycan əskəri, Azərbaycan zabiti sizi məhv. Əcəb deyil. Qaçdılar, gizləndilər. Burunlarını da belə soxa bilmədilər. Haradadır sizin qəhrəmanlıq? Dedim ki, çıxardın dəmir dümürləri. Onun qiyməti yoxdur. Orderlər taxmışsınız sözünüzdə. Qəhrəman. Yalancı qəhrəmandılar. Bax, mən burada durmuşam. Dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində. Gəlmişəm bura, öz ordumla. Qalib kimi gəlmişim. Sizsə öz miskin, həyatınızın sona qədər məğlub edilmiş qorxaq damğası ilə yaşayacaqsınız. Kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır, gedə bilərlər. Ya özləri gedə bilərlər, heç kim onlara maneçilik yaratmayacaq. Ya sülh məramların o tent altındakı yük maşınlarında gedə bilərlər, avtobusda gedə bilərlər. Yol açıqdır. Bizimdir həm ilhəm Muğan, Göyçə, Borçalı, Naxçıvan, Dərbənd, Təbriz, Bakıyacan, gözəlləşir zaman zaman. Həsrət çəkib onun hər an, neymətinə bütün cahan, sərvət dolu cənnət məkan, odlar yurdu Azərbaycan. Xalq arxamda durmasaydı, əgər hər hansı bir müharibə dövründə tərəddüd hiss olunsaydı, yaxud da ki, hər hansı bir fikir ayrılığı olsaydı cəmiyyətdə, bu qələbəni
belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmaz. Şəhidlər dəfn olunurdu. Şəhidlərin anaları, yaxınları, ataları deyirlər ki, dayan. Bilirsizlər. Xalqımız böyük xalqdır və biz haqlı olaraq xalqımızla fəxr edirik. Sizinlə fəxr edirik. 30 il əzab əziyyət içində yaşanmalı. Çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında. Amma inamını itirməmək, iradəsini itirməmək, belə oğullar yetişdirmək ki, onlar gəliblər, onlar Bakıda yaşayıblar, Bərdədə yaşayıblar, Sumqayıtda yaşayıblar. Görmürlər bu bölgələri, heç vaxt. Amma gəliblər çünki qorxaq ki, vətənpərvərdir. Sizin kimi analar, müəllimlər, məktəb və aləm bizi saxlayan, bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var. Kim bunu edir? Dövlət məmurları. Mən yenə deyirəm, hər bir dövlət məmuru öz xalqına xidmət edir. Ömrümün mənasısan, qardaşlıq dünyasısan, anamın anasısan, Azərbaycan. Caucasian Bureau decided to Karabakh to be a part of Azerbaijan, Armenia. I'm sorry. Eşkin zəfərin, çarlayan Türk əzərin, güləşli al səhərin Azərbaycan. Sən eşkin zəfərin, Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar, planlar qırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu. от слова твои теплы, ты звезда моей судьбы, Азербайджан. Ты звезда моей судьбы, Азербайджан. Ey, aziz anam, Azerbaycan. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Ermənistan, Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir də bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddənin olması qəbul edilməzdir. Bu haqda da Azərbaycan mövqeyi bildirildi. Biz 3 gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni
deməli cavab təklifləri aldıq. Onları indi incələyirik. İlk baxışda Ermənistan mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə olundu. Mən bir də Azərbaycan mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Bugünə qədər dekabrın 12-sindən 2500-dən çox yük maşını və Qırmızı Xaç komitəsinin maşınları keçmişdir. Və əgər blokada var idisə, bu maşınları necə keçə bilər? Yəni bu Azərbaycana qarşı əsassız bir ittihamdır. Biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, qanunsuz yataqlarımızın istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz tərəfli missiyasından əl çəkməyəcəklər. Hər kəs bizimlə hesablaşmalıdır. Əks təqdirdə özü peşman olacaq. Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Başkomandan İlham Əliyev. Hər günü münasibəti ilə təbrik edirəm. İlk növbədə xahiş edirəm ki, vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu dəstəyi hiss edirəm, onu görürəm, ona arxalanıram və xalqın dəstəyi ilə Heydər Əliyevin siyasətini davam etdirəcəm.